Şagirdlər 17 may 2026-cı il 9-cu sinif üçün buraxılış imtahanı variant C-nin izahı. Looking for the perfect gift. Visit our gift shop for beautiful handmade and unique souvenir from different countries. Mükəmməl hədiyyə axtarırsınız. Müxtəlif ölkələrdən gətirilmiş gözəl əl işləri və unikal suvenirlər üçün bizim hədiyyə dükanımıza baş çəkin. We also have special gifts made by local artists. Come and get gift at a discount this weekend. Bizdə həmçinin yerli rəssamlar tərəfindən hazırlanmış xüsusi hədiyyələr də var. Gəlin və həftə sonu hədiyyələri endirimlə əldə edin. A bəndində handmade souvenirs are sold at a discount every day. Əl işi suvenirləri hər gün endirimlə satılır. B-də the gifts by local artists will be sold next weekend. Yerli rəssamların hədiyyələri gələn həftə sonları satılacaq. C. The shop is an amazing place to buy ordinary souvenirs. Bu dükkan adi suvenirlər almaq üçün heyrətamiz yerdir. Buyers can buy only foreign souvenirs from the shop. Alıcılar dükkandan yalnız xarici suvenirlər ala bilər. Buyers can get gift at a discount this weekend. Bu həftə sonu ucuz qiymətə, yəni endirimlə ala bilərlər. Əlbəttə ki, E bəndidir. Alıcılar bu həftə sonu hədiyyələri endirimlə ala bilərlər. 6. Dear students, əziz şagirdlər, the gym at our sports center will be closed and repaired on Friday for the whole day. Əziz tələbələr, idman mərkəzimizdəki idman zalı cümə günü bütün günü bağlı olacaq və təmir ediləcək. The gym will continue its work from next Monday. İdman zalı fəaliyyətini gələn bazar ertəsindən davam etdirəcək. The Dean's Office, dekanlığın ofisi hörmətlə. Students cannot come to the gym next week. Tələbələr gələn həftə idman zalına gələ bilməz. The gym will start its work next weekend. İdman zalı fəaliyyətini gələn həftə sonu başlayacaq. Students can use the gym only on Friday. Tələbələr idman zalından yalnız cümə günü istifadə edə biləcəklər. The gym will be open till next Monday. İdman zalın bazar ertəsi gününə qədər açıq olacağı bildirilir tələbələrə. The gym will not work on Friday. İdman zalı cümə günü işləməyəcək. Variant E burada doğrudur. 7. sual. Dear Anna, əzizimiz Anna. I really enjoyed reading about your trip to Europe. Mən sənin Avropa səyahətin haqqında oxumaqdan həqiqətən zövq aldım. Let me tell you about my weekend. I went to the countryside with my family and it was so peaceful and beautiful. İcazə ver sənə öz həftə sonum haqqında danışım. Mən ailəmlə kəndə getmişdim və orası çox dinc, yəni və sakitçilik və gözəl idi. The weather was perfect, sunny but not too hot, so we stayed outside all day long. Hava mükəmməl idi, günəşli idi, amma çox isti değildi. Ona görə də bütün günü çöldə qaldıq. Ümid edirəm ki, burada deyir ki, I hope you can visit me soon. I hope you can visit me soon and we can go there together. Ümid edirəm ki, tezliklə mənə baş çəkə bilərsən və biz oraya birlikdə gedə bilərik. Ən xoş arzularla, best wishes, Zayn. Zayn wishes to visit that amazing place with Anna. Zayn Anna ilə birlikdə həmin heyrətamiz yerə baş çəkmək istəyir. A bəndi uyğundur. İndi isə keçək mətnin tərcüməsi. Marian Hadler was an American businesswoman
Rus deməli Mariana Handler Amerikalı bir iş qadınıdır. She and her husband had a furniture company called Mattel. Onun və ərinin Mattel adlı şirkəti, mebel şirkəti var idi. During the World War II, the company had difficulties with selling furniture. İkinci Dünya Müharibəsi zamanı şirkət mebel satmaqda çətinlik çəkirdi. So they decided to make toy furniture like doll houses instead. Buna görə də onlar mebel əvəzinə oyuncaq mebellər, əsasən kukla evləri hazırlamağa qərara gəldilər. This toy business became very successful. Bu oyuncaq biznesi çox uğurlu oldu. One day Ruth saw her daughter Barbara playing with paper doll. Bir gün o kızı Barbara'nı kağıt kuklalarla oynadığını gördü. Barbara treated them like they were adults. They gave Ruth an idea like they were. These gave Ruth an idea that children need dolls which looked like adults. Bu rutinə bir fikir verdi ki, uşaqlar böyüklərə oxşayan kuklalarla oynamağa ehtiyacı vardır. She succeeded to make them, but her husband didn't like the idea. O belə kuklalar hazırlamağı təklif etdi, amma əri bu fikri bəyənmədi. Later they traveled to Europe, where Ruth saw a German toy called Bill Lily. Sonra onlar Avropaya səyahət etdilər və orada Bill Lily adlı Alman oyuncağını gördülər. This doll was exactly what Ruth imagined. Bu onun təsəvvür etdiyi kimi idi. When she returned to the USA, she designed the plastic doll again and named it after her daughter. Amerika Birləşmiş Ştatlarına qayıtdıktan sonra o plastik kukla hazırladı və onun qızının adını verdi Barbie. Qızının adını verdi Barbie. Barbie was shown for the first time at the American International Toy Fair on March 9, 1959. Barbie ilk dəfə 9 Mart 1959-cu ildə Amerika Beynəlxalq Oyuncaq sərgisində təqdim edildi. It was loved by children a lot. O uşaqlar tərəfindən çox sevildi. Later Mattel made a boyfriend for Barbie Ken. Daha sonra Mattel Barbie üçün sevgili kukla da hazırladı. Bunun adı Ken idi. He was named after her handler's son Kenneth. Onu handlerin oğlu Kenneth'in adını verdi. Today these dolls are sold all over the world. Bugün bu oyuncaq bütün dünyada satılır. Choose the correct answer to the question. Suala düzgün cavab tapaq. Why did the handler decide to make dolls house? Niyə görə o belə bir oyuncaq ev hazırlamaq qərarına gəldi? The family had problems with selling furniture during the war. Əlbəttə ki, 8-də A variantı uyğundur. Müharibə zamanı onlar mebeli satmaqda çox çətinlik çəkirdi. İndi keçək 9-cu suala. Choose the false, səhvi tapacağıq. The company Mattel belonged to the Handler family. Bu şirkət, Mattel'in məxsus olduğu şirkət Handler ailəsinə aid idi. B. The Handler family earned a lot by product doll house furniture. Çoxlu pul xərclədilər ki, belə bir gəlincik ev hazırlasınlar. Əlbəttə ki, B bəndi burada düzgündür. Onda The doll Barbie kuklası is the first paper doll in the USA. Amerika Birləşmiş Ştatlarında birinci kağız kukla idi. Was named after Ruth's daughter, qızın adına adlandırılmışdı. Looks like an adult made of plastic. Plastikdən hazırlanmış yekə bir insan formasındaydı. Had a brother called Ken. Onun bir qardaşı var idi. Adı da Ken idi. Əlbəttə ki, burada 10-cu sualda cavab C uyğundur. 1-lə 3.
11-də the passage meaningli about mətn nə haqqındadır? Scenic furniture during World War II. İkinci Dünya müharibəsində ərəfəsində mebellərin satılışı. A German doll called Bilder Lil adlı Alman gəlinciyi. The success of an American businessman. Amerikalı biznesmenin uğuru. The girl who liked playing with doll. Qızın oyuncaqla oynamağı sevən qız. The history of making a Barbie doll. Barbie kuklasının tarixi. Hazırlanması tarixi. 12-ci sual. 12-ci sualda cavab deməli 1-lə 4-dür. Düzgün variant 1-lə 4-dür. 13-cü sual. The sun yesterday morning'dir deyənə, əziz şagirdlər, bu keçmiş zamanda uyğun gəlir. Variant D Rose olacaqdır. Dünənlərim günəş saat 6:30-da belə qeyd edilir. 14-də a desire is bir arzu, istek nə deməkdir? A feeling of wanting something very much. Nəyəsə daha çox istəmək, arzu, istek deməkdir. 14-cüdə variant D bəndidir. 15-ci sualda we couldn't sit down, there were not enough chairs. Burada stol kifayət qədər stol yoxdur. Biz ona görə də otura bilmirik, çünki lazımdır. 3-lə 4 variant B bəndi. 16-da action moves are then comedies. Burada variant C bəndi düzdür. 16-da. 17-də confident, cozy, irrelevant. Confident əmin-amanlıq, özgüvən deməkdir. 1-də B feeling sure about your own ability to do things. 2-də cozy isə istirahət, rahatçılıq deməkdir. Burada uyğun gələcək C-lə warm and comfortable. 3 irrelevant, bu adiyyəti olmayan deməkdir. Uyğun gələcək A-ilə not connected with something and not important. Deməli 1B, 2C, 3A variant A bəndidir. 17-də. 18-ci sualda which word is animal ne? Hansı heyvan adıdır? B. Lion, şir. 19-da everyone in the class wearing jeans. Sinifdə hər kəs cins geyinir. Burada everyone bir nəfər olduğuna görə 2 ilə 3 variant B düzgündür. 20-ci sual. Does it take to cross the Atlantic by ship? Burada how long does it take to cross by Atlantik okeanı üzərindən uçmaq nə qədər vaxt aparır? Variant B uyğundur. 21-ci sual. Choose the countable nouns. Burada sayılan isimləri tapırıq. Milk sayılmır, prize hədiyyədir. Parrot tutuquşu sayılır. Water sayılmır. Rice düyü də sayılmır, qadın sayılır. Deməli 3, 6. 1, 3, 6 variant C düzdür. 22-ci sualda the government visited the old town with his wife last Friday. Burada the old town cümlənin əvvəlinə keçəcəkdir. Visited keçmiş zaman olduğuna görə A bəndi uyğundur. 23-cü suala keçək. The house which is the supermarket is open Sunday. The house which is next to the supermarket is open on Sundays. Variant A uyğundur. 24-cü sual. The manager made the employee answer the phone call. Made sözü özündən sonra nə to nə ing tələb etmir. Ona görə də variant D uyğundur. 25-ci sual. Jeremy accepted a lot of presents on his birthday. Çoxlu hədiyyələr qazandı. Burada received əldə etdi deməkdir. 25-də received əldə etmək, sonra got
əldə etmək deməkdir. 1-lə 4.